Salam hörmətli müdavimlər, Azərbaycan dili üzrə sualların izahına nəzər yetirək. 1. Sədaqətsizlik sözü ilə bağlı verilmiş fikirlərdən doğru olanları seçin. Sözün kökü isimdir, tələffüzündə isə həm kəmiyyət, həm də keyfiyyət fərqi vardır. Sözün kökü sədaqət sözüdür. Nə? Sədaqət isimdir, bəli. Tələffüzündə isə kəmiyyət və keyfiyyət fərqinə baxmaq üçün biz onun düzgün tələffüz formasına nəzər yetirməliyik. Sözün də düzgün tələffüz forması 4-də verilmişdir. Sədaqətsizlik. Deməli, bircə yerdə səs uzanması, bir yerdə L səsinin D səsinə keçməsi, digər tərəfdə isə sonda K-nın X-ə keçməsi müşahidə olunur. İki fərqli məqam özünü göstərir, səs uzanması fərqli məqam kimi sayılmır. Demək, kəmiyyət fərqi odur ki, yəni səslərin sayı hərflərin sayından çoxdur. Burada isə səslərlə hərflərin sayı eynidir. Ona görə də bizə yanlış variant yox, doğru variant lazımdır. Biri biz götürmürük. Variant sıralarından biri vururuq, çıxırıq. İkinci, yarandığı nitq hissəsi sifətdir və vurğusu sonuncu hecəyə düşür. Yarandığı nitq hissəyə baxmaq üçün sonuncu leksik şəkilçidən əvvəlki hissəyə baxmaq lazımdır. Deməli, lik şəkilçisini biz götürürük. Sədaqətsiz. Necə sədaqətsiz? Sifətdir, bəli. Və vurğusu da sonuncu. Lıqlik, luqluq hecasına düşür. Sədaqətsizlik. 2 doğrudur. 3-də tərkibində 2 leksik, 1 qrammatik şəkilçi vardır. Sədaqətsizlik sözündə 2 leksik şəkilçi vardır. Sədaqət sözün köküdür. Siz və lik 2 leksik şəkilçi, qrammatik şəkilçi yoxdur. 3 də yanlışdır. 4-də baxaq. 4-də tələffüz forması düzgün verilmişdir. Lakin qarşılığı olmayan bir samit işlənib yazılıb. Burada nəzər yetirsək, qarşılığı olmayan samitlər L, M, N, R, bir də H samitidir. Görürük ki, burada elə bir samit yoxdur. Yəni biz fonetik təhlili yazılış üzərində yox, yazılışda L ola bilər. Amma tələffüzdə L olmadığı üçün bizim bu variantımız yanlışdır. 5-də deyir, Y-nin kar qarşılığı işlənmişdir. Y səsinin kar qarşılığı demək X-dir. Bəli, işlənib, doğrudur. Tələffüzə əsasən baxırıq, bəli, işlənmişdir. Doğru variant 2 və 5, B variantı. Sual 2. Dünənki